Əziz möminlər, bizim qərarımız bu cür idi ki, mübarək Ramazan ayı boyunca günorta namazlarından sonra biraz Allah'ın nur olan hüccətinin dəyərli və nurani və haqq olan elmlərindən, yəni mötəbər, doğru, dürüst, hidayətə yalnız bir xət yaradan Əhl-i Beyt hədislərindən öyrənək müəyyən dəyərli məqamları. Elə həmin niyyətimiz üzrünə də davam edəcəyik. Müqəddimədə Zürarənin İmam Muhammed Baqir əleyhisselamdan nəql etdiyi mötəbər bir hədisi sizinlə bölüşmək istəyirəm. Bu hədisdə hiss edəcəksiniz ki, əslində insanın doğrulara çatması sadəcə namaz qılmasından ibarət deyil. Əslində doğruluq və ilahi həqiqət sadəcə bir ay oruç tutmasıyla da bitmir. Və yaxud ömürdə həccə gitməsiyle də bitmir. Və yaxud malının zəkatını verməsiyle də bitmir. Doğruluq bütün bu bina xarakterli, kök xarakterli ibadətlərin keyfiyyətindən asılıdır. Yəni, söhbət zahirdə namaz qılmaqdan yox, necə namaz qılmaqdan asılıdır. Sadəcə oruç tutmaqdan yox, necə oruç tutmaqdan asılıdır. Yəni, hər bir ibadətin, hər bir ilahi təklifi ki, biz kürəyimizdə daşıyırıq, bir də onun necəliyi var. Biz ona keyfiyyət deyirik öz dilimizdə. Keyfiyyəti başa düşmək çox mühüm məsələdir. Keyfə ərəbcə yəni necə? Keyfiyyət yəni məsələnin necəliyi. Ən mühüm məsələ burasıdır. Əgər insan Allah qarşısındakı vəzifələrinin necəliyini doğru ünvandan əldə eləyə bilməzsə, bu zahirdə olan çoxlu ibadətlər, çoxlu rəkətin, çoxlu sayları heç də onu bir yana çatmaz. Biz buna oxuduğumuz, mütaliə elədiyimiz kitablarda çox belə nümunələrə rast gəlmişik. Bir ömür saylarla namaz qılanlar, bir ömür saylarla hər gün oruç tutanlar, amma bir dəyər var ki, o dəyəri anlamayıblar, qəbul edə bilməyiblər, təfəkkür edə bilməyiblər və o dəyəri itirdiyi üçün bu yazıq biçarələrin sadəcə o bədənlərinin əziyyətləri qalıbmış. Yəni, ibadətin keyfiyyətini itiriblərmiş, nəuzubillah. Biz də həmin keyfiyyəti bir daha özümüzdə xatırlamış olaq. Zürarə buyurur ki, mən Mövlam İmam Muhammed Baqir, Baqiru ulumin nəbiyyin, bütün peyğəmbərlərin elmini açan mənası budur. Baqir, yəni bu mənada deyirlər, imamın adı peyğəmbər adındandır. Ən məşhur ləqəbi də Baqirdir. Baqiru ulumin nəbiyyin. Tam belə gedir, qısa olaraq Baqir deyirik. Yəni bütün peyğəmbərlərin elmini bilən, onu açan, onu insanlara və möminlərə sübut etdirən o böyük və nur Mövlamızdan nəql eləyir. Öncə uca Mövlamızın ruhuna bizdən gözəl bir salavat ehsan olsun. Allahümmə salli ala Buniyəl İslamu əla xəmsəti əşya. Mən tam rahatlıqla sizə deyə bilərəm, bir din xadimi olaraq. Təkrar oxunulası hədislər sinifinə bu hədis birinci yerdə daxildir bəlkə də. Bəzi şeylər var ki, onu bir dəfə oxuyursan, o səndə artıq təkrar eləməsən də eyb eləməz, qüsur yaratmaz. Amma bəzi mötəbər elmi hədislərimiz var ki, onlar lazımdır, gərəkdir, tez-tez təkrar olunsun. Bax, bu o hədislər sinifinə daxildir. Mövlamız buyurur ki, İslam 5 sütun üzərində məbna olub. Yəni, İslamı bir bina kimi təsəvvür eləsək, çox hündür mərtəbəli bir bina kimi təsəvvür eləsək, onun bünövrəsi 5 təməldən asılıdır buyurur. 5 təməl üzərində qurulub. Birincisi Mövla buyurur, ələs-səlah. Birincisi namaz. Namaz dini, İslamın mühüm sütunlarındandır. Yəni bir bina təsəvvür edin ki, onun bünövrəsinin birinin adı namazdır. Yəni übudiyyət. Əslində burada namaz və onun rəkətlərindən və yaxud onun hərəkətlərinin əhkamından danışmır.
bu ibadətin insanın kürəyinə yazılmasından danışır. İslam insanların dünya və axirətini xoşbəxt edən qanunları özündə gətirirsə, birinci məbnasında deyir namaz, yəni übudiyyət, yəni fərdi bəndəçilik, yəni Allahla aranda olan o tək münacat. Bu insan bunu dərk etməlidir. İnsan bilməlidir ki, onun həyatında yaradanın qarşısında übudiyyəti var, bəndəliyinin hiss etməlidir və bunun ən böyük nümunə göstəricisi namazdır. Birinci məbnası buyurur ki, namazdır və səvm. İkincisi orucdur buyurur Mövlamız. Burada da insanın əxlaqi və tibbi islahatları nəzərdə tutulur. Yəni oruc insanın həm bədəninin sağlam olmasına xidmət edirsə, həm də onun ruhunun və əxlaqının keyfiyyətini düzəldir. Yəni burada da orucu insanın bu tərəfdən həm fərdi ibadətlər, fərdi münacatlara dəlalət edən bir namaza işarə vurur. İkincisi buyurur oruc, burada da yenə insanın əxlaqi keyfiyyəti önəmsənir. Çünki oruc insana, biz hədislərdə oxuyuruq, ac qalmaq, susuz qalmaq, halsızlığa düşmək kimi orucun belə insanın bədəninə göstəriciləri var. Bunlar hamısı əslində əxlaqın islahı üçün. Ac qal, axirətin aclığını dərk edəsən deyə. Susuz qal, axirətdə susuzluğun da olacağını biləsən deyə. Halsızdaş, gör insan necə gücsüz və halsız olurmuş, orada da başa düş ki, gün gələr axirətdə də elə bir halsız vəziyyətə düşərsən günahlarının ucbatından. Yəni orucun belə, elə bir təsiri var. Tez-tez keçirəm üstündən, mətləb var çünki. Üçüncüsü zəkatdır buyurur. Üçüncü sütun ki, bu dinin sütunu mövcuddur. Mövlamız deyir zəkat. Zəkat da insanın qazancının müəyyən bir hissəsini Allah yolunda düz ünvanda xərcləmək. Bu zəkat burada ümumi mənada gedir. Sədəqə də, xüms də, zəkat da, nə bilim, diyə də, kəffarə də, nə ki, maddi vergi növünə daxildir dinimizdə. Bütün bunların insana qərar verilməsi də əslində vacibdir. İctimai nizam, iqtisadi nizam, insanlar arasında belə deyək də, o maddi nizamı yaratmaq üçün və zəkatı Allah yolunda mal xərcləməyi bacarmaq əslində insanlıq içərisində böyük bir mehribanlıq yaradır. Bunu təcrübə edə bilərsiniz, görə bilərsiniz. Bu da Mövla buyurur üçüncüsü və həc. Dördüncüsü həc olur. Həc də insanın qəlbində olan təqərrüb ifadəsidir. Yəni Allaha yaxın olmanın göstərişidir. Çünki yeganə yerdir ki, orada həc mərasimində alim, cahil, varlı, kasıb, vəzifəli, vəzifəsiz deyə bir fərq yoxdur. Zahirdə hamısı eyni cür görsənir. Orada dəyərli eləyən oradakıların içində, qəlbində olan təqərrübdür. Yəni yaxınlığın göstəricisidir. Bu dörd və Mövlamız buyurdu ki, vəl vilayə. Beşincisi də vilayətdir. Vilayətdir, yəni peyğəmbərlərin və peyğəmbərlərdən sonra qərar verilmiş məsum insanların, bütün peyğəmbərlərə şamildir bunlar. Və bütün peyğəmbərlər əslində vilayət sahibləridir. Vilayət budur ki, səlahiyyət. Vilayəti müasir təbirlə desək, səlahiyyət. Amma biraz böyük səlahiyyət, çox səlahiyyət. Yəni peyğəmbərlərə imanı olan insanlar bilir ki, peyğəmbərlərin səlahiyyəti adamın özünün səlahiyyətindən daha çoxdur. Yəni peyğəmbər gəlsə, bugün sənə qərar versə ki, bu evdə yaşama, köç başqa yerdə yaşa, misal üçün deyirəm, sənə vacibdir ki, onu eləyəsən, daha deyə bilməzsən ki, bu ev mənimdir, səlahiyyəti mənə məxsusdur, kimsə məni buradan niyə çıxarsın? Əgər iman varsa, Peyğəmbər vilayətinə də itaət vacibdir, bütün Peyğəmbərlərə. Vilayət, yəni bu səlahiyyət gücü. Mövla buyurur ki, bu 5 şey İslamın təməlidir, İslamın sütunudur. Namaz, oruc, zəkat, həc və vilayət. Zürarə deyir ki, qultu, Mövlama soruşdum və əyyü şeyin min zalikə əfzəl? Yəbnə Rəsulillah, bu 5 saydığınız dəyərdən ən fəzilətli olanı hansıdır? Namazdırmı, orucdurmu, zəkatdırmı, həcdirmi, vilayətdirmi? Hansı daha o birilərlə nisbətən daha çox fəzilətlidir? Qalə aleyhisselam, əl-vilayətu əfzəlun.
Vilayət əfzəldir bu dördündən də və səbəbini gətirir, əsaslandırır. Maraqlı burasındadır. Ləənnəhə miftahəhunnə. Çünki bu vilayət digər dördünün də keyfiyyətinin açarıdır. Aydındırmı? Yəni, sən namaz qılacaqsan, amma o vilayətin təlimi əsasında namaz qılacaqsın. Onun dediyi keyfiyyətdə. O olacaq Allah deyən namaz. Sən oruç tutacaqsan, lakin vilayətin elmi, təlimi və tərbiyəsi əsasında olacaq. Bu olacaq Allah istəyən oruc. Sən həccə gedib həcc əməlləri ilə məşğul olacaqsan, eyni qaydada zəkat verəcəksən, eyni qaydada və bütün bunların içində insanlıq, əxlaq, əqidə, ictimai münasibətlər, nə bilim, subayçılıqda bir cür, evlənəndə bir cür, cavan üçün bir cür, yaşlı üçün bir cür, bütün həyat proqramını həmin vilayətin elmi, təlim və tərbiyəsi əsasında etmiş olacaqsan və sən həqiqi, ilahi İslamın binasına sakin olacaqsan deməkdir. Və o elə bir binadır ki, ora daxil olan dünya və axirətdə əmin amanlıqda olacaq. Vəl-valiyyu huvəd-dəlilu əleyhinnə. İmam Muhammed Baqir əleyhissalam buyurdu ki, o ki validir, vali yəni vilayətin sahibi, yəni İslam Peyğəmbəri ən başda odur. Sallallahu aleyhi və alihi və səlləm. Peyğəmbəri bizim həyatımızdan, bizim əzizlərimizdən üstün eləyən cəhəti onun elə vilayət sahibi olmasıdır. Onu bizdən üstün, atamızdan bizə üstün, anamızdan bizə üstün edən cəhəti odur. O vilayət sahibi olduğu üçün bütün bəşərdən üstündür. O vilayət ki, o Allahın elmini bilir. Verdiği bütün qərarlar yaradanın istəyinin aynası olur. Və Allah Rəsulundan sonra da 12 məsum imamdan başqa heç kimin belə bir haqqı, hüququ olmayıb və qiyamət gününə qədər olmayacaqdır da. Vəl-valiyyu huvəd-dəlilu əleyhinnə. Gör nə deyir Mövlamız? Ey zürarə, vilayət sahibi olanlar hər dövrdə, hər zamanda, hər məkanda. Ən sonuncusu İslam Peyğəmbəri olduğu üçün biz onun vilayətindən danışırıq. Yəni ondan öncə olan Peyğəmbərlər o gələnə qədər öz dövrü və zamanında keçərli idi. Amma İslam Peyğəmbərindən sonra qiyamətə qədər yeni bir Peyğəmbər yoxdur, yeni bir vilayət sahibi yoxdur. Ancaq onların məsum elminə tabi olmaq var. Vilayətin sahibi o dörd ayrı-ayrı sadaladığımız İslamın binasının sütunlarının dəlilidir, sübutudur. Bunlar hamısı onların sübutudur. Yəni Allahın istədiyi kimi olacaq bir şey, məhz bu məsum vilayətdən gəlməlidir. Uca Allah bizi sözdə və əməldə lahiq və sadiq eləsin. Gözəl bir salavat zikr elə. Allah. İkinci nöqtə olaraq insan evladının xüsusən axır zamanda ən zəif göstərilən insani və daxili potensiallardan biri də təfəkkürün zəif olmasıdır. Yəni təfəkkür düşünmək. Düşünmək o demək deyil biz burada düşüncəsiz insanlarıq. Xeyr. Amma əksər insanların təfəkkürü ilahi işlərdə sıfır göstərici. Dünyavi işlər üçün çox gözəl. Qazancı üçün, işi üçün çox gözəl. Amma Allahın işlərində düşünmək forması, qabiliyyəti demək olar ki, siyahıya vursaq, cədvələ salsaq çox sıfır göstəricidir. Onun üçün istəyirəm biraz düşüncəyə verilmiş dəyərləri ifadə edən gözəl kəlmələrdən istifadə edək. Birinci, Əmirul Müminin aleyhissalatu vesselam belə deyərdi ki, nəbbih bittəfəkkürü qəlbəkə. Ürəyini, qəlbini düşüncə ilə oyaq saxla həmişə. Həmişə ürəyini düşüncə ilə, təfəkkürlə oyaq saxla. Yəni düşün ki, Allah nə üçün, neyi, necə qərar verib. Düşün bunları. Ağıllı ol, özün düşünməkdən qorxma, təfəkkür etməkdən qorxma,
hey kör-körane bir şeyi ne kabul etme, ne inkar etme. Bütün bunlar insani keyfiyyətlərdir, əziz dostlar. Bunu edəndə insan olduğunu hiss edir. Əgər bunlar itiriləndə artıq insan sadəcə mədə həyatı yaşayır. Yəni elə yeyir, içir, yatır, cütləşir, budur. Lakin insan mənəvi gücü olanda insan olduğunu hiss edir. Bax, bu çox böyük bir insani keyfiyyətdir. Uca Mövlamız İmam Həsən Əskəri əleyhisselam, 12-ci imamımızın atası, qurban olum ona, bu hədis ondandır. Leysətil ibadətu kəsrətəs siyam və salah. Ey insanlar, ibadətin həqiqətinin mənası bu deyil ki, sizin oruc və namazınızın sayı çox olsun. Yəni, Allah ki, ibadət istəyir, ibadət yazır, ibadətə savab verir, ibadət ki, insanı behişdə aparır, ibadət ki, insana dəyər qazandırır. Bu ibadətin həqiqəti leysət bi kəsrətə siyam və salah, orucu çox tutmaqla, namazı çox qılmaqla deyil bu. Nəyləndir ya Mövla? İnnəməl ibadətu kəsrətut təfəkkürü fi əmrillah. Allahın işində, Allahın yaratdıqlarında, Allahın bu xilqətinin səhnəsində, nə bilim, bu gördüyün, düşündüyün bu aləmdə təfəkkür edə bilmək, düşünə bilmək, niyəsini, səbəbini, hikmətini, hədəfini, məqsədini bilməkdir əsl ibadət. Çünki tarixdə çox belə üstün saylarda namaz qılan insanlar olub ki, aqibəti yaxşı olmayıb. Xəvarici həmişə bunlara misal vururuq. Əleyhisselamın dövründə olan xəvaricilər. Gecələr oyaq qalıb ibadətlə məşğuldular, səhərlər də ancaq oruç tuturlar. Görün necə özlərinə görün necə zəhmətləri verirlər, necə əziyyətlərə qatlaşırlar. Bütün bunların hamısını nə üçün edirlər? Onlar da öz düşüncəsində güya Allah üçün eləyir. Amma ilahi işlərdə düzgün düşünə bilmirlər. İlahi işlərdən düşünsəydilər, başa düşərdilər ki, Allahın təyin elədiyi imamın sözündən çıxmaq olmaz. Ona itaat etmək lazımdır. Sən çox namaz qıl, sən çox oruç tut. Bu ibadətin həqiqəti deyil, bu ibadətin zahiridir. Həqiqəti imam buyurur ki, ət-təfəkkürü fi əmrillah. Allahın işlərində düşünmək. Allahın işlərində düşünmək. Bax, bu çox mühüm məsələdir. İlahi işlər, öncə bunu tapacaqsın. Əmrillah nədir? Allahın işləri nədir? Verdiyi hökmlər. Allahın işləri, verdiyi hökmlər. Nəyi necə istəyibsə Allahın işləri o deməkdir. Bəs bunu da bilmək üçün yüksək səviyyədə düşünmək, öyrənmək və savadlı olmaq lazımdır. İmam Sadiq əleyhissalamın mötəbər kəlməsi ilə davam edirik. Buyurur ki, ey insanlar, dünyadan ötürdüyünüz hər bir gün üçün ibrət çıxardın özünüzə. Təbiru bima məza minəd-dünya. Dünyadan arxada qoyduğunuz hər bir şeydən özünüz üçün ibrət çıxardın. Həl bəqiya ələ əhədin. Heç bir nəfərə qalıbmı bu dünya? Görmüsünüzmü birinə qalsın? Həl əhədun fiha baqin minəş-şərif vəl-vəzi' vəl-ğəni vəl-fəqir vəl-vəli vəl-ədub vəl-ədub. Görmüsünüzmü bu dünya istər vəzifəli, istər vəzifəsiz, istər varlı, istər kasıb, istər nə bilim kimə qalıb ki bu dünya? Bunu görmüsünüz, görməmisiniz. Bax, elə bunu görə bilmədiyiniz üçün də dünyanızdan özünüz üçün ibrət çıxardın. Buyurur İmam Sadiq əleyhissalam ki, Peyğəmbər deyərdi, kəfa bil mavti vaizən. Peyğəmbər bu sözü deyərdi. Bir insanlara danışanda, ilahidən söhbət eləyəndə deyərdi ki, kəfa bil mavti vaizən. Bir adama moizə istəyirsən, bir adam istəyirsən nəsihət götürsün, ölümdən üstün nəsihət yoxdur. Ölümdən üstün, ölümdən daha kifayət edici vaiz yoxdur. Ən gözəl vaiz ölümdür. Baxın həyatınıza, hörmətli müminlər, düşünün, heç vaxtı qəflət eləməyin bu ölümdən. Fanidir hər şey. Bir gün doğrudan da hər şey qoyub gedəcək.
Amma dünyanın bu rəng çalarları bizi istər-istəməz ölümdən qəflətə salır. Elə bilirik ki, heç biz ölməyəcəyik, ancaq bir başqası öləcək, biz də onun xəbərini alacağıq və biz də gedib məclislərində oturub başsağlığı verəcəyik. Xeyr, belə deyil. Biz də öləcəyik. Bu sözlər bizim üçün deyilir. Bu sözlər onun üçün oxunur ki, insan etdiyi ibadətin dəyərini bilsin, keyfiyyətini bilsin. İnsan kimə bu ibadət edir, nə üçün bu ibadətləri edir, niyə bunları eyləməlidir, bunların mənasını anlasın. Peyğəmbər, Ali Peyğəmbərə bu məqamda gözəl, nurani bir salavat denən. Allahümmə səllə. Bu xüsusda hədislərimiz çoxdur, əziz möminlər. İnşallah gözəl bir səviyyədə də bunları oxuyarsınız, əldə eləyərsiniz. Mən də bu vaxtımız ərzində bir neçəsini sizinlə bölüşdüm. Allah əcir versin, Ramazan ayınız, oruclarınız qəbul olsun. Allah Teala özünün istədiyi və sevdiyi tərzdə bu ayı yaşamağı, qeyd eləməyi hamımıza qismət eləsin. Bizi Peyğəmbər və Ali Peyğəmbərin nur vilayətindən, məsum vilayətindən ayrı salmasın inşallah. Vəsselamu aleykum və alə mən ettəbə'al huda cəmiən və rəhmətullahi və bərəkatuhu. Gözəl və nurani salavat zikr elə. Allah.